Salam değerli dostlar. Yenə də kasıbçılığımızı götürüb gəlmişik Rusiyada, Sankt-Peterburqda böyük marketlərin birinə. Xırda-xırış bəzi şeylər alacağım. Qiymətlərini çəkib paylaşacağım və Azərbaycan manatı ilə nə qədər məhsula, nə qədər pul verdiyimi yazıb göstərəcəm. Fərqləri siz kommentariyalarda yazarsınız. Mağaza o kadar böyükdür ki, məhsulları bu cür texnika ilə daşıyırlar. Lavaşımızı götürdük, gedirik meyvə tərəvəz dilinə. Orada mənə ancaq lazım olan kartoşkadır. Amma mən sizə hər şeyi çəkib göstərməyə çalışacağım. Burada fərqi yoxdur, oğlansan və ya qızsan, hər kəs öz işi ilə məşğuldur. Bura məhsulu qoyduqdan sonra nömrəsini yazırsan, burada qiymət çıxır. Burada belə maraqlı dəniz məhsulları var. Adlarının heçasını bilmirəm. Ona görə sadəcə video şəklində sizə göstərəcəm. Ən çox xoşuma gələn yerlərdən biri budur ki, oturaraq istirahət edə bilirsən. Kassiyaya gəldik, 593 rubl göstərir. Amma mən bir Azərbaycanlı olaraq endirim edib 431-ə salıram. Deməli, dəyərli dostlar, bir paçka makaron, içində 10 ədəd olmaqla lavaş, 1 kilo 200 qram kartoşka, 1 200 qramlıq simitan, 500 qramlıq mayonez, toyuq bulyonu. Cəmi 431 rubl. Kommentariyalarda yazarsınız görək, 431 rubl Azərbaycan manatı ilə nə qədər edir və nələr almaq olar.